Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov adına Birazvar Baxsa Məktəb Lisey kompleksinin 10 sinif şagirdi Əlzadə Leyla. Mən də həmin kompleksin 10 sinif şagirdi Gülay Quluzadə. Bizim işimiz insulin rezistentliyi fonunda 3 təsir nöqtəsinin tədqiqini araşdırır. Fast food sektorunun sürətli inkişafı hər şey olduğu kimi diabet xəstəliyinin yaşına da təsir etdi. Bizdə də bu layihənin səbəbi həmçinin bu səbəbdən formalaşdı ki, biz müəyyən etmək istədik ki, diabet zamanı nədən istifadə edirik ki, bu daha çox effektiv olsun. Və bu zaman ikinci tip diabet zamanı ən çox istifadə olunan dərmanlardan biz ilham aldıq. Bu dərmanların ikisini götürdük və onların tərkib hissəsini araşdırdıq. Buradan bizə təbii mənşəli bir vasitə çıxdı ki, biz müəyyən etmək istədik ki, bu təbii mənşəli vasitə yoxsa onun kimya preparatları daha çox effektiv olar. Bu layihənin əsas dərmanı metaformin və ikinci əsas dərmanımız amarildir. Hansı ki bizim əsas vasitəmiz olan qalleqadır və qalleqanı biz təkcə bir yerdən yox, 2 yerdən yığmışıq. Bunun biri aptekdən alınan dərmandır, biri isə bizim SH qrupları çox olan, yəni palçıq vulkanı olan yerdən Salyan qrupundan yığdığımızdır. Bildiyiniz kimi Azərbaycanda çoxlu palçıq vulkanları vardır. Bunların bəziləri Gülayın dediyi kimi Salyan ərazisində yerləşir. Palçıq vulkanı olan ərazilərdə şütlü torpaqlar çox olduğundan burada vitaminlər isə SH qrupları ilə zəngin olur. Həmçinin gördüyünüz şəpkötü bitkisi də SH qrupları ilə zəngindir. Bu da onun antioksidant qabiliyyətini gücləndirir. Bu layihədə bizim əsas məqsədimiz bu dərmanları yoxlamaq, hansının daha effektiv olduğunu göstərməkdir. Bizim bir təcrübəmiz var sizin üçün. Bunları vizual olaraq göstərmək istədik ki, siz bunları müşahidə edə biləsiniz. İlk dərmanımız olan amarilə biz eritrositi salıb çıxardıqda müəyyən edirik ki, onun antioksidant qabiliyyəti çoxdur. Biz bunu onun membranının məhv olmasından müəyyənlədik. İkinci qaba metaforminli məhlul eritrositi salıb çıxardıqda onun da membranının zədə aldığını görürük. Bu onun da antioksidant qabiliyyətinin zəif olduğunu və oksidativ reaksiya edirdiyini göstərirdi. Amma biz arasındakı fərqə baxsaq görərik ki, amaril daha çox zədə alır. Bu amarilin oksidativ reaksiya gücünün metaforminə nisbətən daha çox olduğunu göstərir bizə. Amma bizim əsas vasitəmiz təbii mənşəli vasitə qalleqaya salıb çıxardıqda eritrositi biz görürük ki, onun membranının heç bir zədə yoxdur. Bu onun oksidativ reaksiyadan özünü qoruduğu və orqanizmi güclü şəkildə qoruduğunu göstərir bizə. Nəticə etibarilə biz müşahidə etdik ki, metformin və amaril dərmanının əvəzinə səpkötü bitkisini istifadə etmək şəkər xəstəliyindən insanlar daha yaxşı qoruya bilər.